Nəhayət, Elon Musk'ın Page interneti layihəsi Starlink Azərbaycanda rəsmən aktiv edildi. Bununla bağlı bu səhər həm Elon Musk, həm də Starlink öz rəsmi X hesabından məlumat yayımlayıblar. Bəs nə üçündür Starlink, qiyməti neçəyə başa gəlir və Azərbaycanda necə qoşulmaq olar? Videonu sona qədər izləyin, addım-addım izah eləyəcəm. Starlink SpaceX-ə məxsus Page interneti təmin edən aşağı gecikməli internet layihəsidir. Bu xidmət heç bir optik xətt, sim kart və kabelə ehtiyac olmadan Page vasitəsilə interneti təmin edir. Yəni bir növ crossnet dediyimiz antenaların interneti təmin edən variantı kimi də düşünə bilərsiniz. Bəs bu necə baş verir? Yerin aşağı orbitinə çox sayda kiçik peyçlərin yerləşdirilməsi ilə, hətta son illərdə tez-tez uçan boşqablar adı ilə bizə təqdim olunan internetdə gördüyünüz bu görüntülər də məsələ Starlink'in peyçlərinə məxsusdur. Bir növ yerin aşağı orbitini hörümçək toruna alır və istənilən nöqtəyə kəsintisiz interneti təmin edə bilir. Bəs Azərbaycanda bu xidmətdən necə istifadə edə bilərik? Bunun üçün ilk olaraq Starlink'in rəsmi saytından paket və modem sifariş etməliyik. Modemlər hazırda adi istifadəçi üçün iki növdə təqdim olunur. Standart və mini. Mini modemin qiyməti 340, standart modemin qiyməti isə 670 manatdır. Bu edəcəyimiz bir dəfəlik ödənişdir və hətta bəzi binada yaşayan qonşular standart modemi ortaqlı alıb istifadə edə bilirlər. Paket qiymətləri isə Amerikaya görə ucuz, Azərbaycana görə baha müəyyən olunubdur. Hazırda Starlink Azərbaycanda 80 və 100 manat qiymətə iki fərqli aylıq paketi təqdim edir. Bu evlər üçün nəzərdə tutulan qiymətdir. Bəs bu qiymətin qarşılığında Starlink bizə hansı sürəti verir? İnternetdə etdiyimiz qısa araşdırma göstərir ki, mini modemlər üçün maksimum sürət 50-100 megabit saniyə sürət arası, standart modemlər üçün isə 100-250 megabit saniyə sürət aralığında dəyişir. Azərbaycanda optik internetin 100 megabit sürətinin qiymətinin 25 manat olduğunu nəzərə alanda, təbii ki, bu qiymətlər bizim bazar üçün yüksək hesab oluna bilər. Amma nəzərə alın ki, Starlink'in əsas məqsədi evləri və binaları, yəni əlçatan interneti olan əraziləri şəbəkə ilə təmin etmək deyil. Starlink əsasən ucqar bölgələr, dağlar, dərələr, interneti olmayan yerlərə yüksək sürətli internet təminatı verməyi hədəfləyir. Elə bu səbəbdən də Ukraynada ekstremal ərazilərdə müharibədə dronları işə salmaq üçün bu növ internet bağlantısından istifadə olunurdu. Uzun sözün qısası, bu növ interneti biz işğaldan azad olunan bölgələrdə, infrastrukturu olmayan yerlərdə rahatlıqla istifadə edə bilərik. Yox, əgər sırf evdə istifadə etmək istəyirsinizsə, bu zaman binada bir neçə qonşu ilə ortaqlı sifariş edib bölgü həyata keçirmək olar. Bu xaricdə sınaqdan keçmiş təcrübədir. Bəs siz necə Starlink'i sifariş etməyi düşünürsünüz? Sizcə qiymətlər necədir? Rəy bölməsində fikirlərinizi bölüşün və videonu hekayə bölməsində paylaşmağı unutmayın. Azercell'in təqdimatında daha çox texnoloji həll və köməklərdən faydalanmaq üçün isə bizim kanala abunə ola bilərsiniz.